Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil li veliyyikel fərəc. Məkasib kitabından 355-ci dərsi oxuyuruq. Bəhsimiz səbbidədir. Səbbidə məna elədik. Səbb, yəni bir mümini alçaltmaq, bir möminə lənət demək, bir möminə pis söz demək, bir mümini təhqir eləmək, yəni söymək, yəni bu bizim dildə bu cür məna olunur, səbb bu cür məna olunur. Və keçən dərsimizdə qeybətlə səbbin arasında olan nisbəti söylədik. Qeyd elədik ki, nisabul ərbəənin biri ki, amm-ı xass-ı min vəcdən ibarətdir. Qeybətlə səbbin arasında olan nisbət amm-ı xass-ı min vəchidir və amm-ı xass-ı min vəchdə qeyd elədik ki, iki yerdə, iki maddədə ayrılan yerləri var və bir maddədə də cəm olan yerləri var. Və o barədə biz keçən dərsimizdə izah vermişik. Bugünkü söhbətimiz, dərsimiz bundan ibarətdir ki, əgər bir nəfər bir iş görsün, orada həm səbb olsun, həm qeybət olsun, bunun cəzası nədir? Bunun cəzası bir dənədir ya iki dənədir? Misalı vuraq, bir nəfər digər bir müminin dalıca bir söz deyir, bir pis söz deyir, onun eybini açır və qəsdi də, niyyəti də budur ki, həmən müminin abrısı getsin, həmən mömin cəmiyyət içində ifşa olunsun və onun hörməti aradan getsin. Məqsədi də budur. Burada həm qeybət mövcuddur, həm də səbb mövcuddur. Necə ki, biz keçən dərsimizdə izah elədik. Burada hər ikisi mövcuddur. Hər ikisi mövcud olduğu üçün burada mərhum Şeyx Murtəza Ənsari buyurur və zahir təəddüdül iqab fi maddətil ictima. Zahir budur ki, bu maddə-i ictima dedik, yəni səbb ilə qeybətin ikisi bir yerdə olduğu halda. Zahir budur ki, Allah tərəfindən bu şəxsə iki əzab göndəriləcək. İki əzab. Bir əzab olacaq qeybətə görə, ikinci əzab olacaq səbbə görə. Çünki qeybət ona görə qeybətdir ki, çünki şəxsin olmadığı yerdə elə bir söz demisən, o eşitsə bunu acığına gələr. Bu cəhətə görə qeybətdir. Allah da bunu qadağan eləyir. Buna sənə bir əzab veriləcək. İkinci cəhətdən də sən niyyət eləmirsən ki, məqsədin bu ola ki, o insanı kiçildəsən, onun abrısını aparasan. Buna görə də səbbədir, bunu da Allah qadağan eləyir, buna da görə bir əzab veriləcək. Daha o zehnə gəlməsin, insan elə bu sözü deyir, məqsədi onu kiçiltməkdir. Yox, biz keçən dərsimizdə izah elədik. Mümkündür bir nəfərin dalıca bir söz desin, məqsədi onu kiçiltmək deyil. Hətta misal vurdıq ki, məsələn, bir nəfərdən danışırsan, adı yadından çıxdı, deyirsən, məsələn, onu oğru. Məqsədin onu kiçiltmək deyil, sadəcə o istəyirsən onu bir şəxsə tanıtdırasan, deyirsən, o oğurluq eləyən var idi. Burada məqsədi onu kiçiltmək deyildi. Yəni, qeybət mövcududur, səbbi yoxudur. Və dediyimiz halda, əgər hər ikisi olsa, mərhum şeyx buyurur ki, və zahir təəddüdül iqab fi maddətil ictima. Səbblə qeybətin ikisinin bir yerdə olduğu təqdirdə zahir budur ki, Allah tərəfindən bunlara iki dənə əzab gələcək. Niyə? Səbəb nədir? Buyurur, ləənnə mücərrədə zikrə şəxs bema yəkrəhuhu lo səmiə. Çünki
tək bir şəxsi elə zikr eləmək, yəni onun eybini zikr eləmək, o elə bir sözü deyəsən ki, onun dalıyca eee, "Lov səmi'əhu" əgər o eşitsə, yəkrahuhu, onun acığı gələr. "Vələv la li qəsdil ihanə" əgər məqsədi onu alçatmaq da olmasa belə, dediyimiz kimi, misal vurduq ki, o filan oğru şəxs, belə deyirsən. Məqsədin onu kiçiltmək də deyil. Deyir və lovla li qəsdil ihanə əgər ihanət qəsdi ilə olmasa da belə qeybətun muharramatun, bəs bu qeybətdir və bu haramdır. Vaxtı ki, bu qeybətdir və haramdır, buna qadağa qoyulub. Allah buna qadağa qoyub. İndi ki, sən niyyət eləsin, o sözü deməklə ki, o kiçilsin, onun abrısı getsin, cəmiyyət onu oğru kimi tanısın, cəmiyyət onu zinakar kimi tanısın. Vəl ihanətu muharramun axar. Artıq bu qəsdi eləmək, onu kiçiltmək, onu alçatmaq, onu cəmiyyətdə ifşa eləmək başqa bir haramdır. Bəs iki dənə haram oldu. Bir qeybət cəhətindən haram oldu, bir səbb cəhətindən haram oldu. Bəs bunlar ayrı-ayrı olduqları üçün Allah da bunlara ayrı-ayrılıqda əzab verəcək. Ona görə də mərhum şeyx buyurur ki, zahir budur ki, bunun əzabı 2 olacaq. Sümmə innəhu yüstəsna minəl mu'min əl-muzahir bil fisk lima səyəci'u fil qeybə min ənəhu la hurmətəlləh. Bura qədər məlum oldu ki, dedik ki, mömini səbb eləmək haramdır və icazəli deyil. Amma görək, elə bir yer vardımı ki, orada mömini səbb eləyəsən, yoxsa yox? Deyir, bəli, elə bir yer var. Təbii ki, burada möminin mənasını da biz bilməliyik. Bilirsiniz də, mömin bizim əqidəmizdə o şəxsə deyilir ki, Əmirul Müminin və onun övladlarını, yəni 12 imamı Allah tərəfindən höccət olaraq qəbul eləyə, rəhbər olaraq qəbul eləyə və imamətə qail ola. Yəni 14 məhsumu məhsum kimi qəbul eləyə, rəhbər kimi qəbul eləyə. Bu mömindir. Hələ əməli var ya yoxdur, salihdir, salih deyir, əməli bu başqadır. Yəni ümumiyyətlə mömini səbb eləmək olmaz. Amma bəzi yerdə bu mömindən istisna olunubdur. Bəzi yerdə səbb eləmək olar. O mömin ki, mutəzahir bil fiskdir. O hansı mömindir? Məsələn, bir mömindir, tutalım, dediyimiz kimi əqidəsi düzdür, amma bəzi haram işləri aşikar eləyir. Aşikar zina eləyir, aşikar şərab içir, aşikar yalan danışır. Yəni, o pis əməli zahirdir, cəmaət hamı bilir, cəmaət hamı onu görür, hamı bilir ki, bu oğrudur, hamı bilir ki, bu yalancıdır, hamı bilir ki, bu zinakardır. Bunu səbb eləmək olar. Nəyə görə olar? Çünki belə bir şəxsin ehtiramı yoxdur, belə bir şəxsin hörməti yoxdur. Qeybət bölümündə oxuyacaq bunu ki, belə bir şəxsin ehtiramı olmadığı üçün bunu səbb eləməyin də eybi yoxdur. Sümmə innəhu yüstəsna minəl mümin, sonra bu mömindən istisna olunub, əl-muzahir bil fisk, o əməlləri ki, fisk əməlləri zahirdə eləyir. Niyə görə icazəlidir? Lima səyəci'u fil qeybə, ona görə ki, qeybət mövzusunda ki, oxuyacaq, orada gələcək min ənəhu la hörmətəlləh. Belə bir şəxsin hörməti, ehtiramı yoxdur. Çünki cəmiyyət artıq bilir ki, bu aşikar şəkildə bu günahları eləyir. Amma o şəxs ki, günah eləyir, amma gizlində eləyir. Cəmiyyət onu bilmir, sən gəlib onu aşikar eləyəsən, ifşa eləyəsən
və səbb eləyəsən, bu olmaz. Bu qadağandır. Bəs səbbo, səbbi ki dedik haramdır, amma belə bir yer istisna olunubdur. İndi məsələ burdadır ki, mərhum şeyx buyurur ki, bu səb bu səbb ki dedik icazəlidir, o şəxsə ki muzahir bir fisqdir, aşikar eləyir. Bu səbbin icazəli olmağı hansı babdandır? Hansı yoldandır? Yəni ona görə icazəlidir. Biz istəyirik burda məsələn, pis işidən inkar eləmək üçün buna deyirlər ki, ən-nəhyu minəl münkər. Yəni biz bunu səbb eləyirik ki, sən bu işləri görmə. Bu babdandır, yoxsa yox? Məsələn, tutalım bu şəxs bu pis əməli eləyir və sən də bunu səbb eləyirsən, məqsədin budur ki, bunu bu pis əməldən çəkindirəsən. Buna deyirlər ki, min babin nəhyi ənil münkər. Yəni münkər pis işdən nəhy eləmək babından. Yəni bu cəhətdən bu icazəlidir, yoxsa yox? Ona görə də buyurur və həl yu'təbər fi cəvazı səbbihi, yəni belə bir şəxsin səbb eləməyin icazəli olmağında möhtəbərdir ki, kounuhu min babin nəhyi ənil münkər. Ki bu ən-nəhyu ənil münkər babından olsun. Fəyüştərət beşurutihi. Onda ən-nəhyu ənil münkərin şərtləri ilə şərtlənib bu. Çünki o yerdə ki, əmri bil məruf eləyirsən, nəhy ənil münkər eləyirsən, orada şərtlər var. Əgər desək ki, belə bir şəxsi səbb eləmək ən-nəhyu ənil münkər babındandır, onda gərək bu ən-nəhyu ənil münkərin şərtləri burada mövcud ola. Gərək o şərtlər orada mövcud ola ki, sən onu eləyəsən. Şərtlər olmasa, onda eləyə bilməzsən. Ona görə də buyurur, görək, möhtəbərdir, ən-nəhyu ənil münkər babından olsun, fəyüştərət beşurutihi. Ta bunun şərtləri ilə bu şərtlənsin, əmla. Ya möhtəbər deyil. Mərhum şeyx buyurur, zahirun nusus vəl fətəva. O ki, bizə dəlillər var, rivayətlər var, nəssi ki var, onların zahiri və bir də fətvaların zahiri kəma fi rovzət-i sani, necə ki, Lümə kitabında da, necə kəma fi rovzə, necə ki, Lümə kitabında da şəhid bunu deyibdir, əs-sani, ikincisidir. İkincisi hansıdır? Yəni, min babı nəhyənil münkər deyil. Yəni, o babdan səb icazəli deyil burada. Sadəcə icazəlidir. Amma vəl-əhvəd əl-əvvəl, mərhum şeyx buyurur ki, əhvəd birincisidir. Əhvəd birincisi hansıdır? Yəni, min babı nəhyənil münkər. Belə bir şəxsi səbb eləmək icazəlidir. Min babı nəhyənil münkər. O babdan. Onda gərək ən-nəhyu ənil münkərin burada şərtləri olsun. Amma deyir, zahir budur. Nəslərin, fətvaların zahiri budur ki, necə ki, şəhid də Lümə kitabında buyurubdur, əs-sani. Yəni, min babı nəhyənil münkər deyil. Orada da şərt də lazım deyil. Amma ehtiyat birincisidir. Ehtiyat budur ki, elə bu səb icazəlidir. Min babı ən-nəhyənil münkər və təbii ki, bunun da şərtləri var. Bu şərtlər də orada mövcud olmalıdır ki, sən onu səbb eləyə biləsən. Əlhəmdülillah Rəbbil aləmin.